Çox yayılmış özünü sakitləşdirmək. Mən bu iş xırda sahibkarlara aid edirəm bu videonu. Məsələn, iş yaxşı getməyəndə ən məşhuru özünü sakitləşdirmədir. Mən əvvəldən deyib ki, heç biri ilə razı deyiləm. Ən məşhuru hamı da belədir. Bu dəqiqə hamı, bu həftə nədirsə hamı da belədir. Ən məşhur elə deyirlər, özünü sakitləşdirirlər. Sonra son illər əmələ gəlib, indi onu inkar edəcəm eyni zamanda. Deyirlər, Trendyol açılandan bizim satış aşağı düşüb. Sən gəlir mənə bir dəqiqə. Deyirlər, Trendyol açılandan satışımız aşağı düşüb. Əslində Trendyol açılıb müəyyən bazardan pay götürüb, amma bazarda pul bazası deyilən bir şey var ölkədə. O deməkdir ki, məsələn, il ərzində bunu açıqlayırlar. Sən gələmədə bir qoy danışım. İl ərzində açıqlayırlar, pul bazası hər ildən ilə artır ölkəmizdə. Yəni ki, cəmaət xərclədiyi pullar artır. Yəni bazarda paylar artır. Oradan pay götürmək daha rahatdır. Hər il artdığına görə Trendyol da öz payını götürür, amma o qədər deyil. Yəni istənilən adam elə vəziyyətdə daha da çox satış eləyir. Mən cavab verdim. Deməli, əksinə demək istəyirdim ki, pis vəziyyət pis olanda qəşəng fürsətlər yaranır. Məsələn, mən neçə dəfə krizis olub, hər krizisdən sonra əlavə işimdə irəliləyişlər olub. Hər krizisdən sonra. Yəni ən qəşəng fürsət ümumiyyətlə stabillikdə rəqabət elədi ki, stabildir də. Hamı bilir, gözləniləndir. Ən yaxşı fürsətlər gözlənilməyən vəziyyətlər olandadır. Onda qəşəng hərəkət etmək olur. Hamıya uğurlar, Allah satışınızı bol eləsin. Çalışın, müasir dövrə uyğun çıxış yolları tapasınız. Bir çıxış yol hər il işləmir. Yəni işləyə bilən də o adamdır ki, hansı ki, hər dövrə görə özünün vəziyyətini başa düşür, addımlar atır. Allah bazar versin.